Botoks sonrası ağız əyilməsi kosmetoloqun xətasıdır, yoxsa pasiyentin öz xətasıdır və hansı hallarda? Ağırlıq var və bir müddət sonra hətta bəzi hallarda ümumiyyətlə göz qapağı açılmır. Bəzi insanlar deyir ki, botoks zərərsizdir, çünki 6 aya yox olur. Bu fikrə münasibətiniz necədir? Təbii dolğu kimi görünsə də, yəni hazır şprisdə dolğu formasında, hialuronik asid formasında gəlsə də, tərkibi 30%, 40% sintetikadır. Bir də bu süni preparatları ümumiyyətlə pasientlər necə aşkar edə bilərlər ki, yəni bu keyfiyyətsizdir, süni preparatdır və bunu biz etdirməyək. Biopolimer bizim bədənimizə yad bir maddə olduğu üçün o bizim bədənimizdən sovrulmur. Hansı nahiyəsindən vurursa vuraq, bu tək dodağa şamil edilmir. 25 yaşında və yaxud da daha az yaşlı birisinin botoks etdirməsi normaldırmı? Salam. Sağlıq saatına baxırsınızsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı kosmetoloq Gültekin Eyvazovadır. Salam Gültekin xanım, xoş gəlmisiniz. Ümid edirəm ki, sizin bu proyektiniz çox uğurlu alınar və məlumatlandırıcı, maarifləndirici videolarınız çox olar. İlk olaraq dövrümüzdə də ən aktual olan kosmetoloji prosedurlardan biri olan botoks haqqında danışmaq istərdim sizdən. Botoks hansı yaş aralığı şəxslər üçün tövsiyə olunur və botoks sadəcə estetik görünüş üçündürmü, yoxsa həmçinin profilaktik tədbir məqsədi ilə də edilirmi? Yəni 25 yaşında və yaxud da daha az yaşlı birisinin botoks etdirməsi normaldırmı? Və bu hallarla qarşılaşdıqda, deyək ki, 20 yaşlı bir qız yanınıza pasient olaraq gəldikdə və botoks istədikdə sizin reaksiyanız necə olur? O proseduru icra edirsinizmi, yoxsa necə? Botoksun protokolunda 18 yaşdan sonra artıq göstərişdir. Yəni bu 18-20 yaşının olması bu dərmanın əks göstərişi deyil. Eynən də dolğularda. Bu təbii ki, icra oluna bilər. Amma ki, 20 yaşında, 21, 22 yaşında qızlara, xanımlarımıza daha çox bu problemi aradan götürmək üçün başqa bir prosedurlarda məsləhət görürük. Vitamin terapiyaları ola bilər, başqa bir dərmanlarla aradan götürməyə çalışırıq. Lakin çox nadir hallarda da olsa elə bir dəri quruluşu və anatomik quruluş gəlir ki, bəli, orada artıq botoks göstərişdir. Yəni o qırışı başqa bir preparatla aradan götürmək və pasiyentin istədiyi nəticəni ona verməyimiz mümkün deyil. Bu zaman botoks icra edirik. Çünki insan yaşı ilə dəri yaşı biraz da əlaqəsizdir. Yəni 40 yaşında elə bir xanım gələ bilər ki, 28-30 yaşındakı xanımın dərisindən daha gənc, daha sağlam və daha təbii görünüşlü ola bilər. Amma bəzən çox erkən yaşda artıq dərdə qocalma funksiyaları aktivləşir və biz bu hallarla rastlaşırıq. Bu normal, təbii haldır. Amma botoks yarandığı dövrdə daha çox profilaktik məqsədlə istifadə olunub, xəstəliklər zamanı istifadə olunurdu. Daha çox ayaq bölgəsində bu xəstəlikləri aradan götürmək üçün qol iflicləri zamanı bu zaman botoks preparatı icra olunurdu həkimlər tərəfindən. Müəyyən bir dövrdən sonra isə bu estetikaya daxil oldu və artıq estetik görünüşləri düzəltmək üçün daha çox istifadə olunur. Bu isə dediyim kimi həm profilaktik, həm də zahiri görünüşümüzü düzəltmək üçün istifadə olunur. Bildiyim qədərilə doğru dozada və doğru dəri anatomiyasına uyğun tətbiq olunan botoks heç də əslində mimikanı yox etmir. Çünki cəmiyyətdə belə bir mif var ki, botoks mimikanı tamamilə yox edir. Sadəcə araşdırmalarıma əsasən belə bir nəticəyə gəldim ki, sinir əzələ əlaqəsini müvəqqəti olaraq bloklayır. Həmçinin daimi və artıq dozada istifadə olunan botoks həqiqətən də mimikanı zəiflədir. Qırışları yox eləməyinə baxmayaraq müəyyən üzün artıq dəri strukturunda pozması ilə nəticələnir. Sual vermək istərdim ki, botoks ümumiyyətlə mimikaları həqiqətən də yox edirmi və sinir əzələ əlaqəsini necə bloklayır? Əgər botoks preparatı düzgün dozada və düzgün vaxt intervalında seçilmərsə, bəli, əzələmiz, dəri nazilməsi və əzələ gücsüzləşməsi artıq yaranır və bu zaman mimikaları itiririk. Amma mimikanın itməsinə gəldikdə isə daha öncəki illərdə bu proseslər biraz fərqli idi. Məsələn, pasientlər qaşın daha sərt görünməsini istəyirdilərsə, son dövrlərdə artıq daha çox təbii görüntü istəyirlər. Yəni
pasient istəmərsə, həkim də doğru nöqtələrə icra edirsə həmin preparatı, dərmanı, heç bir süni görüntü yaranmır və heç bir əzələ donması, tamamilə əzələmizi dəyişmək kimi bir nəticə olmur burada. Amma keyfiyyətsiz və ucuz dərmanlar istifadə olunarsa, bu zaman əzələ tamamilə donur, daha sıx və süni görüntü alırıq. Bundan əlavə isə daha betər fəsadları var ki, dəri altında toxumaların çürüməsi kimi əzələ sinir sistemi tamamilə bloklanır və hətta düzgün nöqtəyə icra edilməzsə, düzgün nöqtəyə vurulmursa həmin preparat göz qapağı sallanması yaranır və çox təəssüflər olsun ki, pasient 6 ay bu problemlə üzləşməli olur və bunu aradan götürmək üçün bir çox işlər görülür. Amma bunu sadəcə biraz zəiflədə bilirik. Tamamilə aradan götürmək 6 ay pasient onunla bağlı bir problem yaşayır. Botoks çox geniş mövzudur, çox tərəfli bir mövzudur. Bu zaman dərman həqiqətən də zərgər dəqiqliyi ilə əzəliyə işlənməlidir. Hər nöqtəyə nə qədər dərman icra edə biliriksə, ondan artığı olmaz və hansı bu üzlərdə də tamamilə fərqlidir. Bəzi pasientlərdə əgər öncədən göz qapağı sallanması varsa, bu zaman biz hansı əzəliyə ümumiyyətlə toxunmamalıyıq, bunu bilməliyik. Məsələn, hansı əzələ var ki, ora biraz yaxın vursaq, göz qapağı sallanacaq, pasient deyəcək, gözümün üstündə ağırlıq var və bir müddət sonra hətta bəzi hallarda ümumiyyətlə göz qapağı açılmır. Yəni, bu hallarla da qarşılaşırıq. Bu zaman ilk öncə mütləq icra edən həkim, estetik mütəxəssis hansı nöqtəyə botoks vurmaq olmaz, bunu mütləq bilməlidir və doğru miqdarda onu icra etməlidir. Bundan əlavə isə mütləq dərman çox keyfiyyətli olmalıdır. Çünki biraz keyfiyyətsiz preparatla aşırı əzələ sıx donmuş bir nəticələr görürük. Bu olur. Ucuz dərmanlarda bu hallarla çox qarşılaşırıq. Botoks sonrası ağız əyilməsi baş verir. Bəs bu botoks sonrası ağız əyilməsi kosmetoloqun xətasıdır, yoxsa pasientin öz xətasıdır və hansı hallarda? Ağız kənarına vurulan masseter botoks ola bilər, başqa tipli botokslar var. İcra edildiyi yerə görə adı dəyişir. Əsasən burada həkimin üzərinə düşür iş. Həkim düzgün nöqtəyə işləməlidir və düzgün miqdarda işləməlidir, düzgün preparatla. Amma təbii ki, pasientin də evdə nəzarət etməli olduğu yerlər var ki, o da pasientin üzərinə düşür, amma daha çox həkimin üzərinə düşən bir məsuliyyətdir. Çünki o hansı nöqtəyə vurulmalı olduğunu dəqiq bilməlidir. Çünki ən problemli işlərdən də biri odur. Çünki təsəvvür edin, bir neçə ay bundan pasient qalacaq, ağzı əyilə bilər, ağızdan su gələ bilər. Yəni, hər halda onun həm sosial həyatını, həm tibbi cəhətdən tamamilə istəmədiyimiz bir nəticədir. Ola bilər, amma daha çox həkimin üzərinə düşür burada iş. Bəs pasientin üzərinə düşən burada? Pasientin üzərinə ən əsas pasientin etməli olduğu şey, başını aşağı əyməməli, 6 saat yatmamalı, iynə yeri ilə ümumiyyətlə oynamaq olmaz. Biz çox halda da deyirik ki, çox tərpədib baxmayın, tutdu mu, tutmadı mı? Məsələn, alnını 2 dəqiqədən bir qaldırmayın, qaş arasını yığmayın, üzü də çox əzələ ümumiyyətlə o işlənən əzəliyə toxunmaq məsləhət deyil. Bu zaman bəli, pasientin də məsuliyyətsizliyi nəticəsində biz bir fəsadla qarşılaşa bilirik. Pasient bizim ona dediyimiz nüanslara mütləq diqqət etməlidir. Bəs yay mövsümündə bildiyim qədərilə bəzi kəslər var ki, sırf tərləmənin qarşısını almaq üçün tərləmə əleyhinə olan botokslar etdirilir məhz qoltuq altı nahiyələrə. Bu nə dərəcədə zərərsizdir? Çünki normal olaraq düşünək ki, bizim tərvəzlərimiz var. Bunlar təbii olaraq çalışırlar və bədəndən tər ifraz olunur və bədəndən mütləqdir ki, tər ifraz olunmalıdır. Və sizcə də tərvəzlərinin təbii olaraq işləyişinin qarşısını almaq hər hansı bir fəsadlara yol açmırmı? Yoxsa bu botokslar tamamilə zərərsizdirmi? Belə deyək, qol giperhidroz, əl içi tərləməsi, ayaq altı tərləməsi müraciət olunur. Əsasən də yay mövsümünün başlaması ilə bağlı. Bu zaman bizim orada tətbiq etdiyimiz botoks dərmanı qırış üçün tətbiq etdiyimiz botoks dərmanından heç bir fərqi yoxdur. Yəni, eyni preparatdır. Qırış açmaq üçün vurulur və aşırı giperhidrozun qarşısını almaq üçün də yenə həmin nahiyəyə tətbiq olunur. Tərləmə ən çox hardadırsa, pasiyenti ən çox hara narahat edirsə. Bu zaman belə bir şey var. Orada doğru miqdarda həmin dərman vurulduqda biz zaten o tərləməni tamamilə dayandırmırıq. Çox hissəsini dayandırırıq və az bir tərləmə
olur pasientdə və bu tər vəzləri oranı tam bloklamasaq da, biraz dayandırmış olsaq belə bədəndən zaten başqa yollarla xaric olur bu maye. Ona görə də çox zərərsiz bir prosedurdur bu. Pasientdə hər hansı qalıcı bir zərər vermir. Amma dediyimiz kimi doğru miqdarda və doğru dərmanla işləndiyi zaman. Bu zaman tamamilə tərləmə dayanır, yoxsa necə? Yoxsa miqdarı azalır mı? Çox az tərləmə olur. Yəni bir çox hissəsini azaldırıq. Öncəsində bir müayinə edilir. Məsələn, qoltuq altı bölgəsidirsə və ya da əl içi bölgəsidirsə, ən çox hansı nöqtəsindədir o tərləmə? Ora daha çox dərman inyeksiya olunur və bu zaman tamamilə tər vəzini bloklamırıq. Müəyyən bir miqdarda yenə tərləmə olmalıdır, amma ən azından o qoxu və aşırı yaxşı görünməyən ki, o görüntü var, onu tamamilə aradan götürürük. Amma az miqdarda da olsa mütləq tərləmə olmalıdır. Bəzi insanlar deyir ki, botoks zərərsizdir, çünki 6 aya yox olur. Bu fikrə münasibətiniz necədir? Düzdür, botoks preparatı 4-6 ay müddətində pasientin individual bədən anatomiyasından asılı olaraq bədəndən xaric olur. Tərləmə yolu ilə, müxtəlif yollarla bədəndən xaric olur. Biz deyə bilmərik ki, botoks tamamilə zərərsizdir. Təbii ki, müəyyən bir zərərlərə yol aça biləcək bir preparatdır. Amma bunu doğru seçimdə, doğru intervalda və az miqdarda etdirdikdə pasientə heç bir qalıcı zərər vermir. Amma bu bədənimizdə olan maddəyə əks olduğu üçün təbii ki, biz heç vaxt deyə bilmərik ki, tam zərərsizdir. Pasientlər tərəfindən ən çox seçilən kosmetoloji prosedurlardan biri də dodaq dolğularıdır son dövrlərdə. Biraz da istərdim ki, dodaq dolğuları haqqında danışaq. Ümumiyyətlə, dodaq dolğusu etdirən zaman pasientlər nəyə diqqət etməlidir? İlk növbədə pasientin dodağının anatomik quruluşu nəzərə alınır. Biz pasientə həcm verməmişdən öncə onun quruluşuna və simmetriyasına da önəm verməliyik. Yəni, həcm artıq ikinci planda olan işdir. Biz daha çox dodağı formalaşdırmaq, məsələn, pasient Russian lips mi istəyir, bantik dodaq mı istəyir, buna uyğun olaraq o istədiyi formaya biz baxırıq. Bundan sonra onun dodaq quruluşuna hansı formanın gəlib gəlməyəcəyini bildiririk. Gyaluron turşusu seçilir, gyaluronik asid, yəni el arasında dediyimiz dodaq dolğusu marka olaraq seçilir. Bu da nəyə uyğun seçilir? Bu dolğuların fərqləri onların daha çox qalıcılıq müddətinə görədir. Pasiyentə bildirilir ki, məsələn, bu 12 ay, bu 18 ay, 20 ay qalıcılığı olan dolğulardır. Pasiyentlə razılıq əsasında ilk dəfə olunursa, mən hər zaman daha yumşaq dolğuları seçməsini məsləhət görürəm. Çünki sərt bir görüntünü almamaq üçün, istədiyimiz formanı vermək üçün. Çünki artıq ikinci, üçüncü səfərində ilk mən işləmişəm və yaxud da ki, başqa bir estetik mütəxəssis, orada bir baza olur. Dodaqda artıq o ilk nazik, kontursuz dodaq deyil. Artıq əlimizdə bir baza var və biz o bazanı düzəltmək bizə daha asandır. Amma təəssüf ki, bəzi hallarda yaxşı baza deyil də kimsə korlamış olduğu bir işdə qarşımıza çıxa bilər. Bu zaman məsləhət görülməli olduğu ilk şey bu dodaqdakı dolğunun müəyyən bir fermentlər var. Langidaza, gyaluron lidaza, lidaza fermentləri. Bunlarla bu uğursuz nəticə aldığımız dolğunu aradan götürək və bir həftə 10 gün sonra artıq o sağalmış dodağa daha gözəl forma vermək üçün asimetriyanı nəzərə alaraq, pasientin istədiyi formanı nəzərə alaraq, üzünün anatomik quruluşunu nəzərə alaraq daha gözəl bir forma vermək bu zaman ən böyük, yəni bizim işimizin əsası bundan ibarətdir. Bu zaman isə birdən-birə hələ də ilk dəfə etdirirsə, miqdar olaraq dolğu miqdarını heç vaxt çox götürmək lazım deyil. Çünki bu zaman bir ay sonra biz sağalmış dodağa baxanda nədə qüsur qalıb, hansı tərəfində daha çox əyrilik var, daha nazikdir, daha həcmlidir. Bu zaman bunu da düzəldən zaman istədiyimiz görüntünü ala bilək deyə heç vaxt birdən-birə çox miqdarda dolğu inyeksiya edilməsi məsləhət deyil. Və dediyim kimi keyfiyyətli preparatlar. Keyfiyyətli preparatlar daha elastik olur və biz tip dərmanları işlətdiyimiz zaman istədiyimiz formanı əsasən də dodaqda. Çünki dodaq ən riskli zonamızdır dolğularda.
yanaqlar daha çox sümük üstü olduğu üçün, geniş zona olduğu üçün burada işləmək daha asandır. Amma dodaq çox nazik və üzümüzdə əsas forma olaraq gözə çarpdığı üçün biz bu zaman burada daha çox həssas yanaşmalıyıq dodağa. Bu zamanda mütləq ki, dediyim kimi, çox keyfiyyətli preparat, üzün anatomik quruluşu nəzərə alınmalıdır. Burun-dodaq məsafəsi nəzərə alınmalıdır işlənən zaman. Dodaq pasiyent həcmli istəmiş ola bilər, amma burun-dodaq məsafəsi çox kiçikdir. Dodaqda da daha öncə işlənib və yaxud da ki, öz dodağıdır, yetəri qədər həcm var. Biz elədiyimiz zaman dodaq çox qalxacaq və bəzən deyilir, buruna dəyir dodaq, nə bilim, çox iridir. Bu görüntüləri almamaq üçün mütləq bunların hamısına riayət olunmalıdır. Siz indiyə kimi pasientlərlə yaşadığınız bu mövzuda hansı ki razılaşmamaq ki, pasient deyir ki, dediyim kimi, mənim dodağıma məsələn elə bir dəfəyə 3 qram falan dolğu əlavə olunsun və mənim dodağı bu formada görmək istəyirəm. Amma siz normal olaraq ona məsələn 1 qram və yaxud da mərhələli şəkildə həmin 3 qramı dodağa yedirilməsini daha da uyğun gördüyünüzü bildirəndə ümumiyyətlə reaksiyalar necə olur və başımıza gələn indiyə kimi bir ən maraqlı case hansı olub bu məsələdə sırf? Ən çox rastlaşdığım hal daha çox nədir? 2-3 qramı etmək deyil də daha çox pasientlər biopolimer istəyi üzərinə gəlir. Çünki biopolimer dediyimiz kimi ömürlük qalıcılıq vəd edir. Bu zamanda haqlı olaraq xəstələr düşünür ki, maddi baxımından da bir neçə dəfə bu maddiyyat, bu pulu ödəməkdənsə bir dəfəlik biopolimer elətdirim, dodağım da ömürlük bu formada qalsın. Ən çox narazılığımız, yaşadığımız nüans bu olur. Çünki mən pasiyentə izah edirəm, mən heç bir iş, artıq 10 ildən çoxdur bu işdə çalışıram, amma heç biopolimer işlətməmişəm pasiyentə. Heç vaxt o preparatla işləməyi də tövsiyə etməmişəm. Nə üçün? Çünki biopolimerin fəsadları çox yüksəkdir. Məsələn, biz öncə bildirdim ki, təbii dodaq dolğusu etdi. Pasiyent narazıdır. Mən etmişəm və yaxud da ki, başqası edib, bunun heç bir fərqi yoxdur. Pasiyent narazıdır. Lidaza fermenti ilə biz bu görüntünü aradan götürürük. 2 gün şişir, 2 gün keçdikdən sonra dodaq əvvəlki nazik halına qayıdır və tamamilə razılıq əldə edirik. Amma biopolimer zamanı bu mümkün deyil. Çünki biopolimer toxumaya yapışır. Bunun heç bir fermentlə, inyeksiyon prosedurla bunu aradan götürmək mümkün deyil. Bunun tək yolu cərrahi müdaxilədir. Cərrahi müdaxilə zamanı da mütləq ki, biopolimerin 10-15% toxumada qalır. Çünki cərrahi əməliyyat zamanı həm toxuma, həm dərman oradan çıxarılır. Amma orada elə bir toxuma var ki, yəni onu götürsək, artıq onu biz götürsək, dodaqda bir boşluq yaranacaq. Ona görə mütləq ki, dərmanın 10-15% o toxumada qalaraq dodaq yenidən tikiş atılır. Həm estetik görüntü dodaqda bir tikiş olur. Bunu aradan götürmək üçün sonra başqa prosedurlar edirik. Həm də ki, yəni bu biopolimerin çıxarılması yolu sadəcə əməliyyatdır. Yəni bunu mən heç bir pasiyentə rəva görmürəm. Ola bilər etdikləri anda olaraq xoş gəlir, gözəl bir görüntü alırlar və psixoloji düşünürlər ki, mən 6 aydan bir, 8 aydan bir gedib dolğu elətdirib, hər dəfə o şişi göğü yaşamaqdansa bir dəfəlik eləyim, canım qutarsın, amma bu belə deyil. 6 il və 8 il sonra biopolimer artıq fəsadlarını göstərməyə başlayır. Biopolimerdə isə belə bir şey var ki, biopolimer bizim bədənimizə yad bir maddə olduğu üçün o bizim bədənimizdən sovrulmur. Hansı nahiyəsinə vurursa vuraq, bu tək dodağa şamil edilmir. Sovrulmadığı üçün də bunun narazı qaldığımız halda bir müddət sonra toxumada yapışıb qalır və artıq şişkinlik verir, formasını dəyişir, yerini dəyişir. Bu zamanda sadəcə əməliyyatla çıxarılır. Ona görə bunu mən heç bir pasiyentə tövsiyə etmirəm və ümumiyyətlə icra etmirəm. Yenə dediyim kimi, icra etmədiyim 2 qram dolğu pasiyent nə deyirsə desin, etməyəcəm. Təbii ki, ona məsləhət görəcəm ki, başqa bir estetik mütəxəssisə müraciət edə bilər. Bu tamamilə onun istəyidir, elətdirsin. Bu bir şey deyil və biopolimer mən ümumiyyətlə heç vaxt bu proseduru icra etməyəcəm və etməmişəm də. İndi bu danışdığımız mövzuda dediniz ki, biopolimer dolğularda, yəni süni dolğularda tərkibi tamamilə sintetikdir və zərərlidir və gələcəkdə böyük fəsadlar yol açır. Bəs ümumiyyətlə sadə dodaq dolğularında, bildiyim qədərilə sadə dodaq dolğularının tərkibində olan o gialuron turşusu zaten orqanizmimizdə mövcuddur və biouyğunluğu da yüksəkdir. Bu gialuron turşusunun, yəni dodaq dolğularının, təbii dodaq dolğularının sintetik versiyasının tətbiqi nə qədər təhlükəsizdir? Təbii gialuron turşusu bədənimizdə olan maddə olduğuna görə sovrulma prosesi hüceyrə bölünməmizdən asılı olaraq dəyişir, anatomik quruluşumuzdan asılı olaraq dəyişir və bizə heç bir fəsad vermir. Çünki hətta bu gialuronik asid tərkibində dolğular deyil də biorevitalizasiyalar, vitamin terapiyalar da mövcuddur. Yəni bundan biz nəmlilik,
təbii görünüş əldə etmək üçün istifadə edirik. Bunun süni versiyası isə bəzən keyfiyyətsiz və ucuz preparatlarda tərkibində sintetika olur. Tam sintetik preparat biopolimerdir. Bunu ümumiyyətlə məsləhətdir. Çünki bu bizim bədənimizə yad bir maddədir. Heç bir şəkildə sovrulmur, toxumaya yapışaraq qalır. Aparılması isə, götürülməsi isə yalnız əməliyyatladır. Amma bundan əlavə olaraq ucuz və sertifikasiyadan keçməyəcək bəzi dərmanlarımız var. Onların tərkibində təbii dolğu kimi görünsə də, yəni hazır şpritsdə dolğu formasında, hialuronik asid formasında gəlsə də, tərkibi 30%, 40% sintetikadır. Bu zamanda yenə məsələn, üzə icra olunur. Həkim yanlışı da biraz səthi icra edib, sümük üstüdə deyil, yanaqda məsələn və yaxud da ki, çənədə. Bədənin də immun sistemi aşağı olan zaman bu dərmanın sovrulması çətinləşir. Bu zaman hava isindən zaman qızarıqlıqlar meydana gəlir, üzdə şişmə meydana gəlir, allergik reaksiya kimi görünən reaksiyalar verir. Amma əslində, yəni bədən o dərman keyfiyyətli olarsa onu allergiya vermir. Sadəcə keyfiyyətsiz preparat olduğuna görə bədən onu mənimsəyə bilmir, immun sistemi gücü çatmır o dərmanı mənimsəməyə və bu zaman üzümüzdə qızartı, şişkinlik kimi proseslər meydana gəlir. Dolğu istədiyimiz yumşaq nəticəni almırıq. Çünki dolğu etdiyimiz zaman 2-3 həftədən sonra bu toxuma kimi görünməlidir. Yəni orada süni bir görüntü olmamalıdır. 2-3 həftə bu dolğunun oturma zamanıdır, sağalma prosesi gedir. Pasientlərə bildiririk ki, bu zaman düyünlər hiss edə bilərsiniz, şişkinlik hiss edə bilərsiniz, əyrilik hiss edə bilərsiniz. Bu tamamilə təbii və normal haldır. Amma artıq bir ay keçdiyi dövrdən sonra dolğu orada şiş formada, qızartı formada, əyri formada olmamalıdır. Bu artıq bizim təbii toxumamız kimi görünməlidir. Süni və keyfiyyətsiz dərmanlarda isə təbii ki, bunlar olmur və tam əksindən rastlaşırıq. Bir də bu süni preparatları ümumiyyətlə pasientlər necə aşkar edə bilərlər ki, yəni bu keyfiyyətsizdir, süni preparatdır və bunu biz etdirməyək? Biopolimerlər tam süni dolublar, flakon şəklində gəlir. Pasientə xas bir korobkada deyil, ağzı açılmamış korobkada deyil, sertifikatlaşdırılmış bir dərman deyil, flakon şəklində gəlir. Onu həkim şpritsə çəkərək icra edir. Amma təbii dolğular korobkada bağlı şəkildə gəlir. Bu pasientin gözü önündə açılır, bu təbii preparatdır. Bunların da keyfiyyətli və keyfiyyətsizləri olur. İstehsal ölkəsinə görə, məbləğinə görə, qalıcılıq ilinə görə bunu ayırd etmək olur. Daha çox İtaliya, İspaniya, Fransa istehsalı preparatlarımız var. Çox yumuşaq və daha keyfiyyətlidir. Bu kimi dolğulara üstünlük versələr daha yaxşı olar. Biopolimerlər isə dediyim kimi şpritslərdə gəlmir. Buna ümumiyyətlə müraciət etməsinlər. Son olaraq buradan izləyicilərimizə hansı ki kosmetoloji prosedur etdirməyiblər, gələcəkdə etdirmək istəyirlər və yaxud da etdiriblər hal-hazırda üzərindən 3-4 ay falan müddət keçib, bu izləyicilərə hansı əsas tövsiyələri verə bilərsiniz? Bu prosedurları seçib və yaxud da seçmək istəyən pasientlərimizə, xanımlarımıza ən əsas tövsiyələrdən onu demək istəyərəm ki, estetik görünüş xatirinə üzərində hər proseduru icra etmək məcburiyyətində deyillər. Daha çox öz üz quruluşlarına uyğun dəyişikliklər etsələr, hansı nahiyələrdə çökmə, qüsur varsa, o nahiyələrdəki o qüsurları aradan götürməyə daha çox yönəlsələr, daha gözəl olar və öz üzlərinin təbii quruluşunu qoruyub saxlamağa çox önəm verməlidirlər. Bu zaman isə mütləq şəkildə çox keyfiyyətli dərmanları etmələrinə üstünlük versinlər. Preparat seçimlərində çox önəmli olsunlar və icra edən həkimin həqiqətən də doğru iş gördüyünə əmin olsunlar. Bunu da necə etmək olar? Həkimin savadına, müəyyən bir praktika dönəminə diqqət yetirməlidirlər. Sosial mediada bir çoxlarının qoyduğu şəkillərə aldanıb müraciət etmək də doğru deyil. Çox gözəl olar ki, araşdırsınlar. Getdikləri mütəxəssisləri, seçəcəkləri dərmanları öncədən araşdırsınlar. Onlardan getməzdən öncə hansı preparatla işlədiklərini tələb edə bilərlər. Çünki bizə pasientlər yazılan zaman həm qiymətini, həm adlarını falan göndərdiyimiz bir mətn olur ki, pasient buradan istədiyi məbləğdə istədiyi preparatı seçə bilər və elətdirəcəkləri preparatları mütləq araşdırsınlar. Öz üzlərinə uyğun, öz üzlərinin təbii quruluşunu saxlamaqla prosedurlar icra etsələr daha gözəl olar və gözəllik hər zaman tək estetika ilə olmur. Daxilimizi gözəl saxlamaqla, təmiz saxlamaqla məncə xarici gözəlliyimizi də əldə etmiş oluruq. Çünki hər zaman daxili gözəlliyimiz mütləq ki, xaricimizə
bir təsir Yansıyır. edir mütləq. Çox sağ olun Gültekin xanım, bugün gəldiniz və peşəkar olduğunuz bu sahədə mənimlə həmsöhbət oldunuz. Bu dəyərli məlumatları bizim izləyicilərlə bölüşdüyünüz üçün bir daha sizə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı bir söhbət oldu və ümid edirəm ki, daha irəlidə daha maraqlı söhbətlərimiz olar. Sağlıq Saatının bugünkü qonağı kosmetolog Gültekin Eyvazova oldu. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu like etməyi və şərh bölməsində bizimlə fikirlərinizi bölüşməyi unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.